Xeyir olsun uşaqlar. İndi sizinlə 8-ci sinif fizika dərsliyinin ikinci hissəsinin mövzusu olan dalğanın xassələri mövzusunun tapşırıqlarının izahını birlikdə etmiş olacağıq. Mən hər dəfə çalışıram ki, mövzunun izahını tapşırıqlar əsasında sizinlə ətraflı şəkildə müzakirə edim və mövzu daha yaxşı mənimsəmiş ola biləsiniz. Amma artıq bunları kimin necə istifadə edəcəyi öz vicdanına qalıb və əlbəttə ki, öz şəxsi məsələsidir. Amma uşaqlar, çalışağın. Çalışağın gənclər, dünyada bu qədər fikrimizi dağıdacaq keyifli şeylər varkən onları buraxıb çalışağın. Çünki biz gənclik zamanı çalışmağımızın səmərəsini daha çox görürük. Zaman keçib daha sonra çalışınca bir qiyməti olmur. Yəni hər bir işimizi vaxtında, zamanında etməliyik. İndi sizin yalnız dərs oxumaq, özünüzü inkişaf etdirmək zamanınızdır. Odur ki, əlinizdəki fürsətlərdən mütləq şəkildə istifadə edin. Dərsinizi yaxşı şəkildə, dərindən mənimsəyin. O zaman həyatın bütün qapıları üzünüzə açılmış olacaq. Elə isə keçək öyrəndiklərinizi tətbiq edin hissəsinə. Birinci sualda deyir ki, hovuzda müəyyən tezlikdə səs yayan sualtı dinamik quraşdırılmışdır. Səs dalğasının bir hissəsi suyun alt hissəsində əks olunur. Bir hissəsi isə sınaraq havaya keçir. Sudan havaya keçərkən səsin sürəti, tezliyi və dalğa uzunluğu necə dəyişəcək? Uyğun kəmiyyət üçün dəyişikliyin müvafiq xarakterini müəyyənləşdirin. Yaxşı uşaqlar, gəl bunu bir-bir müzakirə edək. Ümumiyyətlə biz öyrənmişdik ki, necə idi? Mexaniki dalğalarda burada yazaq qaz halı, maye və bərk halı. Və biz bilirdik ki, qaz halında səsin sürəti maye halındakilə nisbətən az, ən çox isə bərk halındadır. O zaman yazaraq ki, V bərk böyükdür V mayədən, o da böyükdür V qazdan. Biz bunu artıq bilirik. Demək ki, diqqətlə fikir verin burada. Səs necədir? Sudan havaya keçir. Yəni, mayədən havaya keçir. Mayədən havaya keçirsə, bu zaman nə edəcək? Demək ki, səsin sürəti azalacaq. Buraya yazarıq, sürət azalar. Səsin tezliyi necədir uşaqlar? Səsin tezliyi isə burada dəyişmir. Səbəb nədir? Çünki səsin tezliyi yalnız mənbədən asılıdır. Mənbə dəyişmədiyi müddətdə səsin tezliyi dəyişməz. Amma səsin dalğa uzunluğu isə azalacaq. Səbəb nədir? Gəlin bunu sübut edək sizinlə. Sürətin düsturu necə idi? V bərabərdir lambda vurulsun nöyə. İndi bizdən dalğa uzunluğu soruşur. Yəni lambdanı. Lambda bərabərdir V bölünsün nöyə. Diqqət edin. Bizdə necə idi? Tezlik sabitdir. Onu işarələyək. Tezliyimiz sabitdir. Yəni tezliklə işimiz yoxdur. Sürət necə idi? Azalırdı. Demək ki, burada azalır. Dalğa uzunluğumuz da əlbəttə ki, azalacaq. O zaman səsin dalğa uzunluğu azalacaq. İndi müzakirə edin hissəsinə baxaq. Burada deyir ki, səs dalğası hansı mühitdə daha böyük sürətlə yayılır? Suda yoxsa havada? Əslində biraz əvvəl mən bunu dedim. Səs dalğası əlbəttə ki, suda daha böyük sürətlə yayılır, havada isə daha kiçik sürətlə yayılır. Burada göstərmişdik. Dalğa sıx mühitdən seyrək mühitə keçdikdə onun dalğa uzunluğu necə dəyişir? Cavabınızı əsaslandırın. Deməli uşaqlar, dalğa sıx mühitdən seyrək mühitə keçdiyi zaman onun sürəti necə olacaq? Əvvəlcə baxın, sürəti müqayisə edək. Sıx mühitdən seyrək mühitə keçir. Yəni sıx mühitdən rho tutaq ki, bərk halı deyək. Seyrək mühitdə rho maye. Bərk haldan maye hala keçdiyi zaman zərrəciklər arasındakı məsafə azalır. Bu baxımdan sürətimiz də azalmış olacaq. Demək ki, sürət azalacaq. Sürət azalırsa, demək ki, dalğa uzunluğu da azalmış olacaq. Səbəb nədir? Yenə də burada desək, lambda bərabərdir V bölünsün nödür. Nö burada yenə də tezlik sabitdir. Sürət azaldığına görə dalğa uzunluğu da azalacaq. Deməli, bu sualın cavabını desək, dalğa sıx mühitdən seyrək mühitə keçdikdə dalğa uzunluğu necə dəyişər? Azalar.
və növbəti dalğa sıx mühitdən seyrək mühitə keçdikdə onun tezliyi necə dəyişəcək? Əslində biraz əvvəl mən bunun cavabını demişdim. Tezlik yalnız mənbədən asılıdır. Yəni mühitdən asılı deyil. Bir halda ki, mənbə dəyişmir, mənbə dəyişmədiyi müddətdə tezlik dəyişməz. Belə. Bu şəkildə sizinlə hər bir suala izah etmiş olduq. İndi öyrəndiklərinizi yoxlayın hissəsinə keçək. Öyrəndiklərinizi yoxlayın hissəsində bizdən soruşur ki, dalğaların diffraksiyası hansı şəraitdə xüsusilə aydın nəzərə çarpır? Mövzu izahında yenə də müəyyənləşdirmişdik ki, dalğaların diffraksiyası maneələrin ölçüsü dalğa uzunluğundan kiçik olduqda xüsusilə aydın görünür. Yəni bu nə deməkdir? Baxın, şəkildə diqqət edin. Bax, buradakı şəkli göstərim mən sizə. Fikir versək burada dalğa uzunluğu daha böyükdür. Amma maneənin ölçüsünə diqqət etsək kiçikdir. Dalğa uzunluğu böyük, maneə kiçik olduğu müddətdə artıq diffraksiya hadisəsi müşahidə olunur. Sonra keçək növbəti suala. Deməli, birinci sualı şifahi şəkildə dedik. Dalğaların diffraksiyası maneənin ölçüsü dalğa uzunluğundan kiçik olduqda xüsusilə də aydın görünür. Və növbəti sual, mətndə qeyd olunmayan dalğa diffraksiyasına nümunələr göstərin. Buna nümunə olaraq bunu göstərmək olar. Məsələn, bağlı bir otaqda qaldığımız müddətdə çöldəki səsi eşidirik. Yəni, bağlı otaqda qaldığımız müddətdə çöldəki səsi necə eşidirik? Əlbəttə ki, həmin səs müəyyən bir diffraksiyaya uğrayır və otağa daxil olmuş olur. Sonra üçüncü sual. Deməli, ikinci sualın cavabı nə oldu? Otaqda olduğumuz halda çöldəki səsləri eşitmək. Uzun olduğu üçün artıq buraya yazmıram. Üçüncü sual. Səs dalğası havadan suya keçəndə səsin tezliyi və sürəti necə dəyişəcək? Hər bir kəmiyyət üçün dəyişikliyin müvafiq xarakterini müəyyənləşdirin. Yenə də fikir verək. Havadan suya keçir. Demək ki, sıxlıq nə etdi? Artdı. Sıxlıq artdısa, səsin sürəti artacaq. Niyə görə? Çünki bax bu. V bərk böyükdür V mayedən, o da böyükdür V qazdan. Havadan mayeye keçdi. Demək ki, maye halının sıxlığı, sürəti daha böyükdür. Və tezliyi necə dəyişəcək? Tezlik yenə də deyirik, dəyişməyəcək. Səbəb mənbənin dəyişməməyidir. Yalnız mühit dəyişir. Mənbə dəyişmədiyinə görə tezlik də dəyişməz. Dördüncü suala baxaq. Yarasalar uçarkən exolokasiyadan istifadə edirlər. Exolokasiyanın əsasında hansı fiziki hadisə dayanır? Exolokasiyanın əsasında səsin maneədən əks olunmasına və ya əks sada hadisəsinə əsaslanır. Əslində bunun şəkli sizin mövzu izahınızda da çox gözəl göstərilmişdi. Yarasanın çıxartdığı səs gedir onun ovuna və yaxud da ki, hansısa bir maneəyə dəyir və maneədən əks olunaraq yarasalar onu hiss edir. Və bunun nəticəsində, yəni əks sədanın nəticəsində yarasa maneəni və yaxud da ki, ovunu hiss etmiş olur. Beşinci sualda deyir ki, bir mühitdən digərinə keçərkən səs dalğasının uzunluğu 3 dəfə artarsa, səsin ucalığı necə dəyişir? Dedik, biraz əvvəl də dedik, tezlik dəyişməz, ucalıq dəyişməz. Demək ki, bir mühitdən digər mühitə keçərkən yalnız mühit dəyişir, amma səsin nə tezliyi, nə də ucalığı dəyişməz. Belə uşaqlar, bu şəkildə biz sizinlə mövzunun tapşırıqlarını, izahlarını vermiş olduq. Bu kimi mövzuların izahının davamlı şəkildə gəlməyini istəyirsinizsə, kanala abunə olmağı və bəyənməyi unutmayın. Eyni zamanda fikir və təkliflərinizi də rəy bölməsinə yazaraq mənimlə bölüşə bilərsiniz. Sağ olun uşaqlar.